İzləyicilərimiz, bu günləri göbələkli cigər qovurması pişiririk. Cigərimizin də qabığını soymuşuq, üst pərdəsini. Bir kök, bir biber götürmüşük, bir də ədəvaları pərdəsini götürmüşük. Bunu keçirik doğramağa. Tərəvəzlərimizi doğradıq. Cigər də hazırdır. İndi hazırlamasına keçirik. İndi hamısını bir qaba tökürük. Duz istiyortunu vurup qarışdıracağıq. Burada quyruq yağı götürmüşük. Biraz da quyruq yağı götürürük. Biraz. İndi saxsı qabımızın içərisinə yerləşdiririk. Hazırladıq yeməyimizi. İndi qoyuruq 180 dərəcə istirilmiş tavan sobamıza pişməyə. Yeməyimiz hazır oldu. Yeməyimiz hazır oldu. Çox dadlıdır. Siz də hazırlayın. Xoş olsun.